15-20 il bundan əvvəl 20 yaşda, 22 yaşda, 25 yaşda evlilik çox rastladığımız bir şey idi. Bugün 30 yaşından tez evlənən oğlan demək olar ki, nadir olur. 25, 26, 28 yaşından tez evlənən qızlar nadir olur. Əsasən təhsilə, karyeraya hədəfləyirlər özlərini. Milli dəyərlər zəminindən baxsaq, ailə dəyərlərində bunun təhlükəsi nə ola bilər yaxın gələcəkdə? Gənclərin bu cür gec evlənməyə meyilliliyi və səbəblər bu mövzuda danışaq. Yəni əvvəlki illərdə gənclər böyüyürdülər, ali təhsil alırdılar. Bir işə başlayandan sonra onların qarşısında mühüm bir məsələ ailə qurmağı idi. Yəni bütün valideynlər, qohumlar da israrla onun ailə qurmasını ondan istəyirdilər. Ancaq müasir dövrdə bir qədər bu ailə qurmaq məsələsində boşluqlar yaranıbdır. Bunu da mən yenə də dövrün müasirliyi ilə əlaqələndirirəm, texnologiyanın inkişafı ilə əlaqələndirirəm. Gənclərin daha çox bir-birləri ilə sosial şəbəkələr vasitəsilə, internet vasitəsilə söhbətləri əsasında onların gəldiyi ortaq fikrə əsaslanaraq demək istəyirəm ki, bəli, gənclərimiz artıq öz karyeralarını qurub, təhsillərini başa vurub və dünya səyahətini bir neçə ölkələrinə və yaxud da ki, dünyanın hər yerinə səyahət etməkdən yana, yəni burada sosial şəbəkələrdə çağırışlar var. Gəz, dünyanı fəth et, həyatını yaşa. Bax, belə görürsən ki, sloqanlar yaradırlar, cəlb edici və bizim də gənclərimizin çoxu ona getməyə çalışırlar ki, bəli, mən öz iş həyatımı qurum, sərbəst bütün dünyanı gəzim, öz gəncliyimi yaşayım, ailə qurmaq tələsmirəm ki, ailə quracağım da. Ancaq ailənin gec qurulması, baxın görün, indi 25 yaşında ötən illərdə ailə qurulurdusa, o 5 il bu tərəfə ertələnirsə, baxın görün, bizim genofondumuza nə qədər ziyan vurur. Uşaqların dünyaya gəlməsi onsuz da azalıbdır. İndi ailələrdə, bəli, son vaxtlar isə bir uşaqla kifayətlənirlər. Gec evlənmələr, ötən dəfə bir yazı oxumuşdum, belə gedərsə, hardasa bir 30-40 ildən sonra ölkədə əhalinin sayı azalacaqdır. Yaş ortalaması yaşlılardan ibarət olacaqdır. Bizim cəmiyyət daha çox yaşlı insanlardan olacaqdır, ibarət olacaq. Nəyə görə? Çünki vaxtında evlənib dünyaya hər il o balanslaşdırma, uşaq dünyaya gətirmə eyni formada getməyəndə cəmiyyət yaşlanmağa doğru gedir. Odur ki, bunu yəni hər bir sosioloq düşünməlidir, hər bir aid qurum düşünməlidir ki, bax, bizim gənclərimizin gec evlənməsi, gec ailə qurması gələcəkdə bizim genofondumuza hansı zərərləri vurar, onların öz sağlamlığına hansı zərərləri vura bilər və bir yaş dövründən sonra ümumiyyətlə insanda daha evlənmək, ailə qurmaq arzusu da azalmağa başlayır. O 25 yaşdan 31 yaş arasında eyni formada olmur. Ona görə də, bax, burada yenə də günahkar valideynlərdir, mən yenə də günahkar onlar hesab edirəm ki, yəni vaxtında söhbətlər aparılmalıdır, vaxtında bir valideyn kimi şərt qoymalısın onun qarşısında ki, bax, bu işin həyata keçdi, artıq sənin evlənmək, bunu həyata keçirmək dövründür, bunu ertələyə bilməzsən, bax, bunun hər kəs öz ailəsində bir dəfə onun gələcək o təhlükəsindən danışsa, gec ailə qurmağın, gələcək bu xalqa, bu dövlətə vurduğu təhlükədən bir dəfə söhbət açsa, görün, hər bir gəncin bir dəfə onu eşitməsi nə deməkdir? Eyni zamanda onu cəmiyyət tərəfindən də eşitsə, sosial şəbəkələr tərəfindən də eşitsə, aid qurumların maarifləndirməsindən də eşitsə, təbii ki, bu gəncin bir beynində bir ilişib qalacaqdır ki, bax, mən bunu təhsilim kimi, mən bunu iş karyeram kimi vaxtında eləməsəm, mənim dövlətimə ziyan vurmuş olacağım. Mən bu işimlə, təhsilimlə nə qədər öndə gedə biləcəyəmsə, mən ailə qurmanı gecikdirəndə də dövlətə o qədər ziyan vurmuş olacaq. Kiçik bir misal çəkim. Çin bir uşaqlılığı tətbiq eləyəndən sonra, bir neçə il bundan əvvəl, yəni o əhali artımının qarşısını azaltmaq üçün bir uşaqlılığı tətbiq eləmişdi. İkinci və üçüncü uşaqlara görə cərimə ödəyirdi ailə. Və əhalinin sayı zamanla aşağı düşdükdə və nəsillər yenilənmədikdə Çin bu qərarından peşman oldu və qadağanı götürdü. Bu dəfə təşviq elədi ailələri ki, 2 və ya daha artıq uşaq dünyaya gətirin və gənclər buna razılaşmadılar artıq, istəmirlər. Bugün Çinin ən ciddi problemlərindən biri də məhz bir uşaqlı ailə modelinin formalaşmasıdır. Demək ki, bir qadağanı tətbiq edəndə nəyisə o ailələrə məcburi etdirəndə bunun gələcəyini də fikirləşmək lazım idi ki, demoqrafik artıma təhlükə yarana bilər.